Salam, hər vaxtınız xeyir olsun. Bugün iyul ayının 9-u, saatlarımız 10:00 göstərir. TNS TV-də xəbər saatıdır. Sizinlə mənəm Hürü Əliyeva. Dünyada və ölkədə baş verən xəbərlərdən sizi mən xəbərdar edəcəm. Keçid alaq xəbərlərə. Amerika hərbiçiləri İrana təxminən 90 hədəfin vurulduğu növbəti zərbələr dalğasını başa çatdırıb. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb. CENTCOM qüvvələri İrana qarşı Hörmüz boğazında ticarət gəmilərinə və günahsız mülki dənizçilərə hücum etmək imkanlarını daha da zəiflətmək məqsədi ilə əlavə zərbələr endirib. ABŞ qüvvələri İranın təxminən 90 hərbi hədəfinə zərbə indirib deyə məlumatda bildirilir. Komandanlığın məlumatına görə zərbələrin endirildiyi hədəflər arasında hava hücumundan müdafiə sistemləri, sahil müşahidə sistemləri, raket və dron saxlama yerləri də var. İran Xarici İşlər Nazirliyi ABŞ-yə hücumlarında kömək edən ölkələri hədəfləyib. Ərazilərini və hərbi infrastrukturlarını İrana qarşı hücumlar üçün ABŞ-yə verən ölkələr ciddi fəsadlarla üzləşəcəklər. Bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai bildirib. Avropadakı ərazilərini, bazalarını və infrastrukturlarını ABŞ və İsrailin hücumları üçün təmin edən tərəflər öz iştiraklarına və sonraki nəticələrə görə məsuliyyətdən yayına bilməzlər deyə Xarici İşlər Nazirliyinin Telegram kanalında yayılan açıqlamada belə deyilir. NATO-nun baş katibi Mark Rutte'nin açıqlamalarına münasibət bildirən Bəqai həmçinin bildirib ki, Avropa ölkələri İran ətrafında münaqişədə neytral qalmayıblar. İran İslam Respublikası dəmir yolları bugün səhər ABŞ-nin Tehran-Məşhəd dəmir yolu xəttinin bir hissəsində endirdiyi zərbə nəticəsində Tehran-Məşhəd istiqamətində qatarların hərəkətinin dayandırıldığını açıqlayıb. Texniki və əməliyyat qrupları dərhal hadisə yerinə göndərilib və zərər görmüş hissənin bərpası istiqamətində işlərə başlanılıb. Bildirilib ki, xəttin qısa müddətdə istifadəyə verilməsi üçün hazırda tədbirlər görülür. Hərəkəti dayandırılmış qatarların sərnişinlərinin Məşhəd şəhərində daşınması üçün avtomobil nəqliyyatı vasitəsilə alternativ marşrut təşkil edilib. Qeyd edək ki, ötən gecə və bugün İranın bir sıra bölgələri ABŞ tərəfindən hücuma məruz qalıb. Hücumlar nəticəsində insan tələfatı və maddi ziyan qeydə alınıb. İslam İnqilabı Keşişçiləri Korpusunun hərbi dəniz və aerokosmik qüvvələri ABŞ-nin Bəhreyn və Küveytdəki hərbi bazalarına zərbələr indirib. Bu barədə Sepahın bəyanatında bildirilir. Düşmənin ölkənin müxtəlif yerlərinə hücumlarından qısa müddət sonra Sepahın hərbi dəniz və aerokosmik qüvvələri birgə raket və pilotsuz təyyarə əməliyyatı zamanı Kiyevdəki 2 ABŞ bazasında Əli Əssalam və Afrikanda eləcə də Bəhreyndəki Əl-Cüfayr və Şeyx İsa'da əsas obyektləri və infrastrukturu məhv edib deyə bəyanatda bildirilir. Sepah xəbərdarlıq edib ki, Amerikanın hücumları təkrarlanarsa, İran ABŞ-nin yaxın şərqdəki digər hərbi bazalarını da əhatə edəcək şəkildə cavab tədbirlərini gücləndirəcək. ABŞ prezidenti Donald Trump bildirib ki, Birləşmiş Ştatlarla İran arasında tam miqyaslı münaqişənin yenidən başlayacağını hələlik demək olmaz. O bunu NATO'nun Türkiyədəki sammitindən sonra təyyarəsində jurnalistlərə açıqlamasında belə deyib. Bilmirəm, Trump geniş miqyaslı hərbi əməliyyatların yenidən başlama mümkünlüyü ilə bağlı suala cavabını verib. Lakin Amerika lideri yeni tam miqyaslı münaqişənin baş verəcəyi təqdirdə ABŞ-nin çox tez qalib gələcəyini bildirib. ABŞ prezidenti İranı hər hücuma cavab olaraq 20 zərbə ilə hədələyib. ABŞ prezidenti Donald Trump bildirib ki, Vaşinqton Tehrandan gələn hər hücuma cavab olaraq İrana 20 dəfə zərbə endirməyə
hazırdır. O bunu Türkiyədə keçirilən NATO sammitindən sonra jurnalistlərə açıqlamasında bildirib. Biz indicə onlara güclü zərbə indirdik. Bu, dünən gecə etdiklərinin qisası idi. Onlar 3 gəmiyə hücum etdilər. Əgər bizi vursalar, biz də onlara 20 dəfə zərbə indirəcəyik, deyə Trump bildirib. Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Amerika hərbiçilərinin İslam Respublikasının Hörmüz boğazına nəzarət etmə imkanlarını zəiflətmək məqsədi ilə İrana zərbələri bərpa etdiyini bildirib. İyulun 8-də Trump həmçinin İranla atəşkəsin artıq qüvvədə olmadığını açıqlayıb. Pakistan, ABŞ və İranı eskalasiyadan çəkinməyə və İslamabad memorandumunun şərtlərinə əməl etməyə çağırıb. Bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir. Pakistan regionda gərginliyin artmasından dərin narahatlığını bildirib. Münaqişənin yenidən alovlanması heç kimin xeyrinə deyil. Pakistan bütün tərəfləri təmkinli olmağa, regional sülh və sabitliyi daha da sarsıda biləcək hər hansı bir hərəkətdən çəkinməyə çağırır deyə bəyanatda bildirilib. Xarici İşlər Nazirliyi həmçinin vurğulayıb ki, İslamabad bütün tərəfləri təkidlə regionda və ondan kənarda qarşılıqlı anlaşma, qarşılıqlı hörmət və ortaq rifah üçün möhkəm təməl olaraq qalan İslamabad Anlaşma Memorandumu çərçivəsində öhdəliklərini yerinə yetirməyə çağırıb. ABŞ əvvəlcədən İsrailə İrana yeni zərbələr endirmək niyyətində olduğunu bildirib. Bu barədə İsrailin Kan Dövlət Televiziyası xəbər paylaşıb. ABŞ bu axşam İrana hücum etmək niyyətində olduğunu bildirib deyə Kan İsrail mənbəsinə istinadən belə deyib. Daha əvvəl ABŞ prezidenti Donald Trump Amerika hərbiçilərinin 8 iyul axşam İrana yeni zərbələr endirmək niyyətində olduğunu açıqlayıb. O, Ankara sammiti çərçivəsində NATO'nun baş katibi Mark Rutte ilə görüşündə həmçinin İranla atəşkəsin artıq qüvvədə olmadığını bildirib. Bundan əlavə Trump Tehranla danışıqlar aparmaq niyyətində olmadığını deyib və İslam Respublikası rəhbərliyinə qarşı sərt açıqlamalar verib. Trump İranın ona qarşı sui-qəsd cəhdinin mümkünlüyünü güman edir. ABŞ prezidenti Donald Trump özünü İran tərəfindən sui-qəsd üçün potensial hədəf hesab etdiyini deyib. O, bu barədə Ankarada NATO sammitindən sonra keçirilən mətbuat konfransında deyib. Bilirsiniz nə var? Mən də olmaya bilərəm. Çünki mən onların bir nömrəli hədəfiyəm, deyə Trump İran ətrafındakı vəziyyəti şərh edərkən ABŞ və İsrailin birgə hərb əməliyyatı zamanı Tehranda bir neçə yüksək vəzifəli məmurun öldürülməsini xatırladaraq bildirib. Amerika lideri həmçinin qeyd edib ki, ölüm ehtimalı onu narahat etmir. Mən ölkə üçün doğru olanı deyirəm. Mən dünya üçün doğru olanı edirəm, deyə Trump vurğulayıb. ABŞ-nin İrana endirdiyi son zərbələr nəticəsində 8 hərbiçi ölüb. Bu barədə İranın İrib Dövlət Televiziyası İslam İnqilabı Keşişçiləri Korpusunun bəyanatına istinadən məlumat yayıb. Bildirilib ki, ölənlər hərbi hava və hərbi dəniz qüvvələrinin hərbiçiləridir. Məlumata görə onlar Bəndər Abbas və Buşehir ərazilərində öldürülüblər. İran ordusu bu hücuma cavab verəcəyini bildirib. ABŞ-nin İranın cənubuna endirdiyi zərbələr daha da genişlənir. İndi zərbələrin əsas hədəflərindən birinin də Buşehir olduğu bildirilib. İran mənbələri şəhərdə partlayışların baş verdiyini və enerji infrastrukturlarının hədəfə alındığını təsdiqləyib. Sosial şəbəkələrdə və yerli kanallarda yayılan görüntülərdə Buşehirdə böyük yanğının baş verdiyi, qalın tüstü sütunlarının kilometrlərlə uzaqdan göründüyü
əks olunub. Yayılan məlumatlara görə zərbələrdən sonra elektrik və enerji obyektlərində güclü yanğınlar başlayıb. Hadisə şahidlərinin paylaşdıqları video görüntülərdə partlayışlardan sonra şəhərin bəzi hissələrinin işıqsız qaldığı, alovun isə uzun müddət davam etdiyi görünür. Bu şəhər İranın enerji sistemində xüsusi yer tutur. Şəhər həm Fars körfəzi sahilində yerləşən mühüm hərbi dəniz bazalarından biri, həm də ölkənin ilk atom elektrik stansiyasının yerləşdiyi bölgə kimi strateji əhəmiyyət daşıyır. Bununla yanaşı əyalətdə çoxsaylı elektrik ötürücü qovşaqlar, enerji obyektləri və sənaye infrastrukturları da fəaliyyət göstərir. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-yə vəziyyətin daha da gərginləşməsi ilə bağlı xəbərdarlıq edib. O, X hesabında Hörmüz boğazının yalnız Tehranın şərtləri ilə açılacağını bildirib. Əgər zərbə endirsəniz, sizə cavab zərbəsi endiriləcək. Boş yerə vurmayın, yoxsa daha da dərinə batacaqsınız. Hörmüz boğazı yalnız İranın şərtləri ilə açılacaq, Amerika təhdidləri ilə deyil. O əlavə edib ki, ABŞ hələ də hədə qorxu və pozulmuş vədlərin artıq nəticəsiz qalmadığını başa düşmür. Qazaxıstan ərazisindən Rusiyaya dronların atılması üçün istifadə olunması xəbərini təqzib edib. Qazaxıstanın Xarici İşlər Nazirliyi ölkə ərazisinin Rusiyadakı hədəflərə hücumlar üçün istifadə edilməsi barədə məlumatların həqiqətə uyğun olmadığını bildirib. Qazaxıstanın verdiyi məlumata görə bu barədə ölkə Xarici İşlər Nazirliyi bəyanat yayıb. Nazirlik vurğulayıb ki, bu cür iddialar heç bir məlumat və ya faktla dəstəklənmir. Qazaxıstan Xarici İşlər Nazirliyi məsuliyyətlə bəyan edir ki, bu iddialar həqiqətə uyğun deyil, heç bir məlumat və ya faktla təsdiqlənmir. Xarici İşlər Nazirliyi bu cür məlumatları hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edən Qazaxıstan-Rusiya münasibətlərinin ənənəvi dostluq xarakterini təhrif etməyə yönəlmiş əsassız iddialar kimi xarakterizə edir. Nazirlik həmçinin qeyd edib ki, Qazaxıstan davamlı olaraq mehriban qonşuluq, qarşılıqlı hörmət və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanan dinc, balanslı və məsuliyyətli xarici siyasət yürüdür. Xarici İşlər Nazirliyi vurğulayıb ki, Qazaxıstan Respublikası ərazisinin hava məkanının və infrastrukturun digər dövlətlərə qarşı yönəlmiş hərəkətlər üçün istifadə edilə bilməyəcəyinə əmindir. Nazirlik media nümayəndələrini və digər şəxsləri yalnız təsdiqlənmiş faktlara əsaslanmağa və yalan məlumat yaymaqdan çəkinməyə çağırıb. Xatırladaq ki, söhbət bir neçə media orqanında dronların Qazaxıstan ərazisindən Rusiyadakı hədəflərə hücumlarda istifadə edildiyi barədə məlumatlardan gedir. Ukraynanın pilotsuz uçuş aparatlarının Rusiyanın minlərlə kilometr dərinlikdə yerləşən strateji obyektləri vurması Moskvanın hava hücumundan müdafiə sistemlərinin imkanları ilə bağlı yeni suallar ortaya çıxarıb. İsrailli hərbi jurnalist Sergey Auslender Rusiyanın bu hücumların qarşısını almaqda çətinlik çəkməsinin əsas səbəblərini açıqlayıb. Onun sözlərinə görə müasir zenit raket komplekslərinin əksəriyyəti təyyarə və raketlərə qarşı hazırlanıb. Buna görə də aşağı hündürlükdə və nisbətən yavaş uçan dronlara qarşı onların effektivliyi xeyli azalır. Auslender hesab edir ki, Rusiyanın istifadə etdiyi Pantsir kompleksinin də bir sıra texniki çatışmazlıqları var. Bundan əlavə, Ukraynanın zərbələri nəticəsində cəbhə bölgəsində yerləşən çoxsaylı hava hücumundan müdafiə sistemləri məhv edilib. Ekspert digər ciddi problemlərin dronların vaxtında aşkar edilməməsi olduğunu bildirib. Onun fikrincə, Ukraynadan havaya qalxan pilotsuz aparatların Rusiyanın mərkəzi bölgələrinə çatması bir neçə saat çəkir. Lakin buna baxmayaraq, Rusiya onların marşrutunu əvvəlcədən müəyyən edə bilmir. Auslender bunu ölkənin radar müşahidə sistemində boşluqların olması ilə izah edir. O qeyd edir ki,
Ukrayna son dövrlərdə dronlara qarşı xüsusi dron tutucu sistemlər hazırlamağa başlayıb. Rusiya isə bu təcrübədən istifadə edərək mobil atəş qrupları yaratsa da, ölkənin nəhəng ərazisini bu üsulla qorumaq mümkün deyil. İsrailli jurnalistin fikrincə, Rusiya ordusunda qərarların qəbul edilməsindəki bürokratik lənglik də əsas problemlərdən biridir. O bildirib ki, yeni silah sistemləri istifadəyə verilənədək qarşı tərəf artıq onlara qarşı effektiv müşahidə üsulları hazırlayır və nəticədə həmin silahların döyüş effektivliyi azalır. Qeyd edək ki, son günlər Ukrayna pilotsuz aparatları Saratov, Tataristan, Voronezh və ilk dəfə olaraq Ukrayna sərhəddindən təxminən 2500 kilometr uzaqlıqda yerləşən Omsk neft emalı zavoduna zərbələr indirib. Bu hücumlar Rusiyanın arxa cəbhənin təhlükəsizliyi ilə bağlı müzakirələri daha da gücləndirib. Rusiyada dizel yanacağının ixracına tam qadağa qoyulub. Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, ölkədə dizel yanacağının ixracına tam qadağa tətbiq edilib. Baş nazirin müavini bu qərarın daxili bazarda təchizatı artırmağa imkan verəcəyini vurğulayıb. Novak həmçinin yanacaq qıtlığı ilə mübarizə işləri çərçivəsində görüləcək digər tədbirlərdən də danışıb. O qeyd edib ki, iyul ayından etibarən Rusiyaya neft məhsullarının idxalı başlayır və eyni zamanda aşağı ekoloji sinifə aid neft məhsulları hesabına istehsal həcmləri də artırılır. Rusiyanın Stavropol şəhəri yaxınlığında zavodda pilotsuz uçuş aparatının zərbəsindən sonra başlayan yanğın şiddətlənib. Bu barədə Rusiya bölgəsinin qubernatoru Vladimir Vladimirov Telegram kanalında yazıb. Yanğın tez alışan materialların saxlanma çənlərinə qədər çatıb. Hadisə yerinə əlavə yanğın söndürən briqadaları cəlb edilib deyə o bildirib. Vladimirov əlavə edib ki, yaxınlıqdakı binaların sakinləri təhlükəsiz yerlərə köçürüləcək, müvəqqəti sığınacaqlar yaradılıb. Ukrayna silahlı qüvvələrinin hücumundan sonra Tver bölgəsindəki neft anbarında da yanğın başlayıb. Bu barədə qubernator vəzifəsini icra edən Vitaliy Korolyov məlumat verib. Onun sözlərinə görə yanğın hücumun dəf edilməsi nəticəsində baş verib. Neft anbarının saxlama çənlərindən biri alovlanıb. Ukrayna ilə sərhəddən yüzlərlə kilometr aralıqda yerləşən Rusiya bölgəsinin rəhbəri bildirib ki, mülki əhali və ya obyektin işçiləri arasında itki yoxdur. Yanğınla əlaqədar olaraq bölgədə təcili yardım mərkəzi yaradılıb. Ukrayna prezidenti Volodimir Zelenski münaqişənin bitməsindən daha çox Kiyev və maliyyə yardımı barədə danışıb. Bunu ABŞ prezidenti Donald Trump Ankarada Zelenski ilə görüşündə bildirib. Onun sözlərinə görə Ukrayna lideri ölkənin bərpasına mümkün qədər tez başlamaq istəyir. O münaqişədən daha çox bu barədə danışıb. Bilirsiniz, düşünürəm ki, bu münaqişədən daha həyəcanlı ola bilər deyə Trump zarafatla deyib. Rusiya prezidenti Vladimir Putin işğal altında olan Krımın yanacaqla təminatı məsələsinin operativ həllini tələb edib. Hökumətlə keçirilən müşavirədə Rusiyanın baş nazir müavini Aleksandr Novak yarımadanın yanacaqla təminatı məsələsinin Krım və Sevastopol rəhbərliyi ilə birlikdə nəzərdən keçirildiyini açıqlayıb. Buna cavab olaraq Putin belə ifadələrin qəbul edilməz olduğunu vurğulayıb. Sadəcə nəzərdən keçirməyə hazırlıq ifadəsi məni qane etmir. Mümkün qədər tez qərar verin. Prosesi uzatmağa ehtiyac yoxdur. Xüsusilə də bunun üçün imkanlarımız var deyə Rusiya prezidenti bildirib. Putin əlavə edib ki, Krımda yanacaq qiymətlərinin tənzimlənməsi məqsədi ilə subsidiyaların ayrılması ilə bağlı qərar ən qısa zamanda qəbul olunmalıdır.
Ukrayna ötən gecə də Rusiya ərazisinə zərbələrini davam etdirib. Stavropol diyarının qubernatoru Vladimir Vladimirov sosial mediada bölgə üçün dron həyəcanı verdiyini açıqlayıb. Daha sonra isə o dron qalıqlarının sənaye müəssisələrinin birinə zərər vurduğunu elan etsə də, hansı müəssisədən söhbət getdiyini açıqlamayıb. Bu barədə öz sosial şəbəkə hesablarında məlumat paylaşıb. Daha sonra kanallar hücumun Mixaylovsk şəhərindəki Lukoil neft anbarını hədəf aldığını da aydınlaşdırıb. Səhər tezdən yanğın şiddətlə davam edib deyə məlumatda bildirilib. Şimali Koreya Rusiyanın Ukraynaya qarşı müharibəsində ən mühüm xarici hərbi texniki tədarükçülərdən birinə çevrilib və Moskvanın artilleriya sursatına olan tələbatının təxminən 25-40%-ni təmin edir. Bu barədə Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin təqdim etdiyi sənəddə bildirilib. Qeyd olunur ki, tədarüklərin həcmi və müntəzəmliyi Pxenyan ilə Moskva arasında hərbi texniki əməkdaşlığın artıq sistemli xarakter aldığını göstərir. Qurumun qiymətləndirməsinə görə Şimali Koreya hazırda Rusiyanın xarici silah və hərbi texnika təchizatçıları arasında əsas mövqeyə malikdir və Rusiya ordusunun istifadə etdiyi artilleriya sursatının 2/5-nə qədərini təmin edir. Məlumata əsasən 2023-cü ilin iyun ayından etibarən Rusiya Şimali Koreyadan buraxılış qurğuları ilə birlikdə 100-dən çox KN-23 və KN-24 ballistik raket alıb. Onlardan ən azı 80-i artıq istifadə edilib. Rusiyanın Şimali Koreya istehsalı olan ballistik raketlərdən ilk qeydə alınmış istifadəsi 2023-cü il dekabrın 29-unda baş verib. Həmin gün raketlərdən biri Ukraynanın Zaporojye vilayətindəki bir sahəyə düşüb. Ermənistan hökumət dairələrində Nikol Paşinyanın Rusiyaya səfəri narahatlıqla müzakirə olunur. Bu barədə Hraparak mənbələrə istinadən məlumat yayıb. Məqalədə deyilir. İyulun 6-sında Yekaterinburqda keçirilən beynəlxalq sənaye sərgisində iştirak etmək üçün yola düşən və əldə etdiyimiz məlumata görə səfərin təşəbbüskarı olan Nikol Paşinyan Moskvanı inandıra və ixrac məsələsini həll etmək üçün verdiyi açıq vədi yerinə yetirə bilməyib. Xatırladaq ki, seçkilərdən əvvəl o cəsarətlə Moskvaya gedəcəyinə, bütün məsələlərin bir neçə gün ərzində öz yerini tapacağına söz vermişdi. Paşinyan Moskvaya getdi, lakin heç bir məsələ, xüsusən də ixracla bağlı məsələlər həll olunmadı. Rusiya tərəfi onu soyuqqanlıqla dinlədi və əvvəlki cavabları təkrarladı. Məhsullarınız bizim bazarımıza uyğun gəlmir. Bu arada əslində Paşinyanın Rusiya ilə Avropa Birliyi arasında dəqiq seçim etməsi üçün təzyiq altında olduğu da aydındır. Onlar hətta Samvel Karapetyan və Qaqiq Tsakuryanın taliyi ilə də maraqlanmırlar. Tələb birdir: tripdən imtina etmək və Avropa Birliyi ilə oyun oynamamaq. Rusiyanın Odessaya hava zərbələri nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb. Rusiya qoşunları ötən gün Rusiyanın Odessa şəhərinə hücum edib. Ukraynanın Odessa şəhərinə hücum ediblər. Odessa şəhər hərbi administrasiyasının rəhbəri Sergey Lysak bu barədə öz Telegram kanalında məlumat yayıb. Onun sözlərinə görə Rusiya hava zərbələri nəticəsində 4 nəfər həlak olub və infrastruktura ziyan dəyib. Təəssüf ki, düşmənin bu hücumu 4 nəfərin həyatına son qoyub. İfadəsiz ağrı. Ailələrinə və dostlarına başsağlığı veririk. Daha 6 nəfər xəsarət alıb deyə Lysak bildirib. O dəqiqləşdirib ki, yaralılardan biri 32 yaşlı kişinin vəziyyəti ağır olaraq qalır. Çinin Guanxi Çijuan Muxtar rayonunda daşqın nəticəsində ən azı 39 nəfər ölüb. Bu barədə Sinxua agentliyi məlumat yayıb. Bundan başqa agentliyin məlumatında bildirilir ki, daha 9 nəfər də itkin düşüb və onların axtarışları davam edir.
Kongo Demokratik Respublikasında ölənlərin sayı 600-ə çatıb. Bu barədə ölkənin Rabitə və Kütləvi İnformasiya Vasitələri İş üzrə Nazirliyinin gündəlik bülletenində bildirilib. Ötən sutqa ərzində 20 nəfər Ebolanın qurbanı olub. Bu təhlükəli xəstəliyə yoluxanların sayı hazırda 1759 nəfər, ölüm göstəricisi isə 34,1%-dir. Xəstəxanalarda və tibbi izolyatorlarda 750 nəfər həkim nəzarəti altındadır. Qeyd edək ki, bu dəfəki Ebola epidemiyası bu il mayın 15-də Kongo Demokratik Respublikasının şərqində və Uqandada başlayıb. Epidemiyanın epicentri isə Kongonun Ituri əyalətidir. Yerli xəbərlərlə davam edirik. Bakının Yasamal rayonu Lev Tolstoy küçəsində 2 mərtəbəli fərdi yaşayış evində yanğın baş verib. Hadisə nəticəsində evin 2-ci mərtəbəsi 100 kvadrat metr hissədə əşyalarla birlikdə yanıb. Hadisə nəticəsində evin 1-ci mərtəbəsinin bir otağı tamamilə yanaraq külə dönüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yasamal rayon yanğından mühafizə hissəsinin yanğın söndürənləri cəlb olunub. Evin digər otaqları yanğından mühafizə olunub. Fövqəladə Hallar Nazirliyinin Yasamal rayon yanğından mühafizə hissəsinin əməliyyat növbəşçisi Elxan Bədəlov bildirib ki, Nazirliyin qaynar xəttinə yanğın barədə məlumat axşam saat 21:24-də daxil olub, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub, yanğın qısa müddətdə söndürülüb. İlkin məlumata görə hadisə zamanı xəsarət alan olmayıb. Yanğının nədən baş verdiyi hələ ki bəlli deyil. Faktla bağlı araşdırma aparılır. Samuqda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayon ərazisində Kürqırağı kəndlərə gedən yolda qeydə alınıb. 2 avtomobilin toqquşması nəticəsində Samir Əhmədov, Fəridə Əhmədova və Aqilə Aliyeva ölüblər. Qəza zamanı 17 yaşlı Əhməd Əhmədov xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları və aidiyyatı qurumların əməkdaşları cəlb edilib. Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Balakən sakini 43 yaşlı kişini sel aparıb. Hadisə rayonun Katex kəndində Katex çayında qeydə alınıb. Belə ki, Balakən rayonunun Katex kənd sakini 1983-cü il təvəllüdlü Aslan Ramazanoğlu Rızayev sərxoş vəziyyətdə Katex çayında sel sularının gətirdiyi odun parçalarını yığmaq istəyərkən ehtiyatsızlıqdan çaya yıxılıb. Bu zaman onu sel aparıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. 43 yaşlı Rızayev Aslan Ramazanoğlu'nun meyidi elə düşdüyü yerdən bir qədər aralıda tapılıb və ailəsinə təhvil verilib. İntensiv yağışlar nəticəsində Zaqatala, Balakən və Astafa rayonlarının bir sıra yaşayış məntəqələrində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələri və digər ərazilərə su dolması barədə Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə məlumatlar daxil olub. Bununla əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzi, Mülki Müdafiə Qoşunları və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri zəruri tədbirlərin görülməsi üçün dərhal əraziyə cəlb olunublar. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su dolmuş yerlərdən suyun çəkilərək kənarlaşdırılması və eləcə də digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Zaqatalanın Ucqar dağ kəndlərindən biri ilə əlaqə kəsilib, intensiv yağan leysan yağışlar üzündən Tala çayından keçən buna sel səbəb olub. Belə ki, Tala çayının rayonun Yuxarı Tala kənd ərazisindən keçən hissəsində çayın sol sahilində Meşleş kəndinə gedən yolu sel suları yuyub və yolda gediş-gəliş tamamilə dayanıb.
Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti və çaylardan sel keçməsi səbəbindən Qax-Balakən sahəsində dəmiryol infrastrukturuna da ciddi ziyan dəyib. Təhlükəsizlik məqsədi ilə həmin sahədə qatarların hərəkəti məhdudlaşdırılıb və bugündən etibarən 20 iyul tarixinə qədər Qorağan, Əliyabad, Zaqatala, Göyən və Balakən stansiyalarına bilet satışı müvəqqəti olaraq dayandırılır. Təhlükəsizlik tədbirlərinə uyğun olaraq 20 iyul tarixlərinədək Bakı-Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək. Balakən-Bakı qatarları isə Qax stansiyasından hərəkətə başlayacaq. Sərnişinlərin digər stansiyalardan Qax stansiyasına və əksinə çatdırılması üçün ödənişsiz avtobuslar təyin olunacaq. Fövqəladə Hallar Nazirliyinə Katex kəndində bir nəfərin sel gəlməsi səbəbindən çayda köməksiz vəziyyətdə qalması ilə bağlı məlumat daxil olub. Məlumatla əlaqədar əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən rayon yanğından mühafizə hissəsinin yanğın söndürən xilas ediciləri cəlb edilib. Xilas edicilər tərəfindən həyata keçirilən xilas etmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan 1985-ci il təvəllüdlü Ramiz Şabanoğlu Asxabov xilas edilib. İntensiv yağan yağışlar nəticəsində Zaqatalada bir sıra küçə və yaşayış məntəqələrini su basıb. Güclü yağışlar bəzi ərazilərdə sel və daşqınlara səbəb olub. Yağışlar nəticəsində dağ çaylarında suyun səviyyəsi kəskin artıb. Talaçaydan güclü sel keçib. Təbii fəlakət nəticəsində evlərə, təsərrüfatlara və nəqliyyat infrastrukturlarına ciddi ziyan dəyib. Selin ən ağır fəsadlarından biri Zaqatala şəhərində qeydə alınıb. Belə ki, güclü sel suları Zaqatala bir saylı poçt binasını aparıb. Abşeron rayon polis idarəsinin əməkdaşları hüquq pozmalara qarşı növbəti əməliyyat profilaktik tədbirlər həyata keçiriblər. Tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 6 fakt müəyyən edilib. Müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən və digər səbəblərdən axtarışda olan 7 nəfər saxlanılıb. İsti izlərlə 30 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 20, xırda xuliqanlıq və xırda talama hadisələri ilə bağlı 78 fakt müəyyən olunub. Tütün məmulatlarından istifadə normalarına əməl etməyən və məişət tullantılarını urnalardan kənara atan şəxslər də müəyyən edilərək barələrində inzibati protokol tərtib olunub. Abşeron rayon polis idarəsi Dövlət Yol Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər zamanı spirtli içkinin təsiri altında avtomobil idarə edən 4 sürücü barəsində inzibati qərar qəbul edilib. Gecə saatlarında Abşeron rayon sakinlərinin rahatlığını pozan, yüksək səs effekti yaradan 39 motoxuliqan barəsində də inzibati tədbir görülüb. Azərbaycanda əməyin təhlükəsizliyi sahəsi üzrə növbəti 5 dövlət standartı tətbiq edilib. Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib. Qeyd edilib ki, cari il ərzində hazırlanması nəzərdə tutulan 60 dövlət standartlarından ilk olaraq təsdiq edilən bu standartlar iş yerlərində əməyin mühafizəsinin gücləndirilməsi, işçilərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, eləcə də beynəlxalq standartların tətbiqinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Təsdiq edilən standartlar hündürlükdən yıxılmaya qarşı enerji udma qurğuları, vibrasiyadan qoruyan xüsusi ayaqqabılar, sudan, neft yağlarından və mexaniki təsirlərdən qoruyan rezin xüsusi çəkmələr, statik elektrikdən qorunma vasitələri, eləcə də ayaqları deşilmədən qoruyan fərdi mühafizə vasitələri üzrə ümumi texniki tələbləri və sınaq metodlarını müəyyən edir. Sözgedən standartlar fərdi mühafizə vasitələrinin keyfiyyət və təhlükəsizlik göstəricilərinin artırılmasına, istehsalat risklərinin azaldılmasına, iş yerlərində təhlükəsiz əmək şəraitinin təmin olunmasına və əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübənin tətbiqinə xidmət edir.
Qeyd edək ki, təsdiq edilən bütün standartlar Milli Standartlaşdırma Sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair dövlət proqramına dair tədbirlər planının icrası çərçivəsində istinad standartları kimi hazırlanır. İntizam pozuntularına görə 2 vəkilə töhmət verilib, 1 vəkil barəsində cərimə tətbiq olunub və 4 vəkilə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə riayət etməsi diqqətə çatdırılıb. Vəkillər kollegiyasından bu barədə məlumat verilib. Bildirilib ki, kollegiyanın rəyasət heyətinin iclası keçirilib və iclasda giriş sözü ilə açan kollegiyanın sədri Anar Bağırov rəyasət heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilən tədbirlər, görülən işlər və qarşıda duran əsas vəzifələr barədə ətraflı məlumat verib. İclasın gündəliyinə uyğun olaraq bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, dövlət qulluğunda fəaliyyətlərinə xitam verilməsi ilə əlaqədar vəkillik fəaliyyətlərinin bərpa olunması, eləcə də müəyyən müddətə üzvülük haqqının ödənilməsindən azad edilmələri barədə müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul olunub. Eyni zamanda iclasda Bakı şəhəri 41 saylı vəkil bürosunun təsis edilməsi, habelə bəzi vəkillərin vəkil kabineti yaratmaları ilə bağlı müraciətlərin müzakirə olunaraq müsbət qərarlar da qəbul edilib. İrandan Azərbaycana 78 kiloqram 250 qram narkotik vasitə və 1990 ədəd narkotik tərkibli həbin qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətindən bildirilib ki, keçirilən sərhəd axtarış və əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Horadiz sərhəd dəstəsinin xidmət ərazisində 6 kiloqram 380 qram narkotik vasitə və 1990 ədəd psixotrop tərkibli metadon həbi, Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində isə 71 kiloqram 870 qram marixuana aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb. Faktlar üzrə əməliyyat istintaq tədbirləri davam edir. Gədəbəydə evdən qadın meyidi tapılıb. 1965-ci il təvəllüdlü Quliyevanın meyidi yaşadığı evdə aşkarlanıb. Qadının ölüm səbəbləri məlum deyil. Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. İyulun 3-də Bakının Nərmanov rayonunda yıxılaraq dünyasını dəyişən 79 yaşlı şəxs tanınmış alim imiş. 1947-ci il təvəllüdlü Əmralı Şirəliyev Azərbaycan Dillər Universitetinin sabiq kafedra müdürü, pedaqogika üzrə fəlsəfə doktoru və dosent olub. O 1970-ci illərdən etibarən təxminən 50 ildən çox bir müddətdə Azərbaycan Dillər Universitetində işləyib. Qeyd edək ki, əslən Şamaxının Carhan kəndindən olan Əmralı Şirəliyev evində ehtiyatsızlıqdan yıxılıb və bunun nəticəsində də o dünyasını dəyişib. UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində Qarabağ Futbol Klubunun bugün Tofiq Bəhramov adına Respublika stadionunda İslandiya ilə keçirəcəyi ev oyununa görə Ascon Holding şirkətindən olan Bakı Metropoliteninin iş rejimi dəyişdiriləcək. Bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Oyun ərəfəsində yaxınlıqda yerləşən Gənclik stansiyası Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin kütləvi tədbirlərlə əlaqədar olaraq əməliyyat planlarına uyğun olaraq gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Qarşılaşmaya maraq, həmçinin sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq stansiya əlavə nəzarət mexanizmləri ilə təmin olunacaq. Bu məqsədlə növbətçilik cədvəli tərtib ediləcək, köməkçi işçi qüvvəsi cəlb olunacaq. Əsas diqqət sərnişinlərin, xüsusilə də oyundan sonra stansiyada
hərəkət istiqamətini rahat müəyyən etməsinə yönəldiləcək. Həmçinin Nərimanov və 28 may stansiyalarında da ehtiyat tədbirləri görüləcək. Qatarlar gün ərzində yay qrafikinin iş cədvəli üzrə hərəkət edəcək. Zərurət yaranarsa, ehtiyat qatarlar da xəttə buraxılacaq. Qarşılanma başa çatdıqdan sonra qatarların hərəkəti Gənclik stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək deyə qurumun məlumatında bildirilib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakının Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisində dənizkənarı yolun kənarında qazılmış kanalizasiya quyusuna avtomobillərin düşməsi ilə bağlı açıqlama yayıb. Qurumdan bildirilib ki, Pirşağı qəsəbəsi ərazisində dənizkənarı yol boyunca Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının tikintisi layihəsi icra olunur. Tikinti aparılan ərazidə bütün zəruri təhlükəsizlik tədbirləri görülüb. Tikinti sahəsi mühafizə zolaqları və xəbərdarlıq nişanları ilə təmin edilib. Bəzi media orqanlarında və sosial şəbəkələrdə paylaşılan Pirşağı qəsəbəsi ərazisində gecə saatlarında baş vermiş nəqliyyat hadisələri ilə əlaqədar araşdırma və rəsmi açıqlama üçün müvafiq quruma müraciət etmək tövsiyə olunur deyə məlumatda bildirilib. Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində baş vermiş qətl hadisəsinin bəzi təfərrüatları məlum olub. İlkin ehtimala görə qəsəbə sakini 1985-ci il təvəllüdlü Coşqun Nurəddin oğlu Bağırov yaşadığı evdə həyat yoldaşı Nübar Bağırovanı xüsusi amansızlıqla qətlə yetirdikdən sonra özünü öldürüb. Məlumata görə hadisədən əvvəl ailədə ciddi gərginlik yaşanıb. Qonşuların iddiasına görə Coşqun Bağırov təxminən bir ay əvvəl cəza çəkmə müəssisəsindən azadlığa buraxılıb. Bu müddətdə ailənin dolanışığını Nübar Bağırova təmin edib. O marketdə satıcı işləyərək 2 azyaşlı qızını böyüdüb. İddialara görə hadisədən bir qədər əvvəl Nübar Bağırova həyat yoldaşına ondan boşanmaq istədiyini deyib. Bundan sonra ər-arvad arasında mübahisə yaranıb. Mübahisə zamanı Coşqun Bağırov həyat yoldaşına bıçaqla çoxsaylı zərbələr endirərək onu qətlə yetirib. Daha sonra Coşqun Bağırovun özünü asaraq həyatına son qoyduğu bildirilir. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub, evdə Coşqun Bağırovun asılmış meyidini və Nüvar Bağırovanın isə bıçaqlanmış meyidini aşkar ediblər. Faktla bağlı araşdırma aparılır. Kiber cinayətkarlıqla mübarizə baş idarəsi Eni Unboxing dələduzluq piramidasına qarşı əməliyyat keçirib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə son aylarda ölkənin virtual məkanında Ponzi sxem əsasında fəaliyyət göstərən Eni Unboxing adlı onlayn maliyyə dələduzluq piramidası vasitəsilə vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Kiber cinayətkarlıqla mübarizə baş idarəsinə çoxsaylı müraciətlər daxil olub. Araşdırmalarla müəyyən edilib ki, piramidanı təşkil və idarə edən şəxslər onlayn qruplar vasitəsilə vətəndaşları bu sxemə cəlb ediblər. Sxemə qoşulan şəxslərə isə müxtəlif məbləğlər müqabilində virtual qruplar, qutular satılıb. Onlara həmçinin qutuları hər gün açmaqla gəlir əldə edəcəkləri barədə həqiqətə uyğun olmayan vədlər verilib. Vətəndaşların bu proses zamanı qazandıqları virtual maliyyə vəsaitləri Eni Unboxing tətbiqində onlar üçün yaradılmış profil hesablarında əks olunsa da, reallıqda həmin gəlirlərin heç bir iqtisadi əsası olmadığından onların nağdlaşdırılması mümkün olmayıb. Bundan başqa platformaya yeni üzvlər cəlb edən şəxslərə müxtəlif bonusların veriləcəyi vədi də verilib. Bu yolla təxminən 300 nəfərdən artıq vətəndaş onlayn dələduzluq piramidasına cəlb olunub və onların hər birinə müxtəlif məbləğlərdə maddi ziyan dəyib. Həyata keçirilən əməliyyat texniki tədbirlərlə müəyyən olunub ki, piramida ölkə ərazisində Malayziya vətəndaşları 38 yaşlı Li Kaifat, 34 yaşlı Ravi Sivadas tərəfindən təşkil olunublar. Həmçinin bu qanunsuz fəaliyyətin insanlar arasında daha geniş yayılması və yeni iştirak
iştirakçıların piramidaya cəlb olunması 34 yaşlı Arzu Musayeva, həmçinin 30 yaşlı Səbuhi Məmmədov tərəfindən həyata keçirilib. Əməliyyatın davamı olaraq Sivadas, Musayeva və Məmmədov da saxlanılıb. Adı çəkilən digər şəxsin saxlanılması istiqamətində beynəlxalq axtarış elan edilib. İş üzrə aparılan ilkin araşdırmalarla zərər çəkmiş şəxslərə ümumilikdə 2,5 milyon manata yaxın maddi ziyanın dəydiyi müəyyən edilib. İstintaq gedişi zamanı zərər çəkmişlərin sayının və onlara dəymiş maddi ziyanın məbləğinin artacağı istisna edilmir. Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Sivadas, Musayeva və Məmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar. Araşdırmalar davam etdirilir. Neftçala rayonunun Mikayıllı kəndində Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində 15 hektar sahədə quru ot və kol-kos yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib. Ətraf ərazilər yanğından mühafizə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Daxili İşlər Nazirliyinin Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Lənkəran və Yevlaxda əməliyyat keçirilib. Bildirilib ki, əməliyyatlarla əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Anar Hüseynov, Asim Səfərov və Vüsal Ağa Həsənov saxlanılıblar. Onlardan 76 kiloqram tərkibdə psixotrop maddələr əlavə edilmiş marixuana, 2000 ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxslərin xarici ölkələrdə yaşayan narkotacirlərin tapşırığı ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib. Faktla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Qusar şəhərinin alternativ içməli su mənbəyinin tikintisi üzrə artıq işlərə başlanılıb. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki tikilməkdə olan obyektlərin müdiriyyəti artıq bununla bağlı müvafiq işlərə start verib. Qurum hazırda sözgedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir. Eyni zamanda görüləcək işlərin 3 milyondan çox manata başa gələcəyi də proqnozlaşdırılır. Yay mövsümündə havanın həddindən artıq isti keçməsi açıq havada çalışan şəxslərin sağlamlığı və təhlükəsizliyi üçün ciddi risklər yaradır. Bu səbəbdən yüksək temperatur şəraitində əmək fəaliyyətinin təşkili ilə bağlı xüsusi qaydalar və məhdudlaşdırıcı tədbirlər tətbiq edilir. Həm işçilərin sağlamlığının qorunması, həm də istehsalatda təhlükəsizliyin təmin edilməsi məqsədi ilə müəyyən temperatur hədlərində iş rejimi dəyişdirilir və zəruri hallarda işlər müvəqqəti olaraq dayandırılır. İstilərdə açıq havada işləyənlər üçün bəs hansı məhdudlaşdırıcı tədbirlər görülür? Havanın temperaturu neçə dərəcəni keçdikdən sonra işlər dayandırılır? Vəkil Ramil Süleymanov Qlobal İnfoaza verdiyi müsahibəsində bildirilir ki, işçilərin təhlükəsizliyi mütləq şəkildə nəzərə alınmalıdır. Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən açıq havada iş görülən zaman havanın temperaturu 14 dərəcədən aşağı və ya 41 dərəcə və ondan yuxarı olduqda işçilər üçün xüsusi əmək şəraiti təmin edilməlidir. Əmək Məcəlləsinin 233.2-ci maddəsinə və məcəlləyə əlavə edilmiş 2 saylı əlavəyə əsasən açıq səma altında çalışan işçilərin fasilələrlə işləməsi, kölgədə və ya sərin yerdə istirahət etməsi üçün müvafiq şərait yaradılması işə götürənin başlıca vəzifəsidir. Vəkil qeyd edib ki, yüksək temperatur zamanı işləməyənlərə maaş verilməlidir. Qeyd edim ki, havanın temperaturunun 41 dərəcə və daha da yüksək olması səbəbindən işçilər iş yerinə gəlsələr də əmək funksiyalarını yerinə yetirə bilmədikləri halda bu müddət onlara boş dayanma kimi rəsmiləşdirilə bilməz. Bu halda qanunvericiliyə uyğun olaraq həmin işçilərə həmin gün üçün tarif maaşının 2/3 hissəsi məbləğində əmək haqqı ödənilməlidir.
Yaşayış binalarının dəhlizlərindəki qonşunu izləyən kameralar qanunsuz sayıla bilər. Bu barədə Ali Məhkəmədə baxılan iş əsasında belə qərar qəbul olunub. Belə ki, məhkəmənin baxdığı işdə tərəflər yaşayış binasının eyni girişində, eyni mərtəbəsində yaşayan qonşular olublar. Mübahisə cavabdehin ümumi dəhlizdə və öz mənzilinin giriş hissəsində kameralar quraşdırılmasının qonşunun şəxsi həyatın toxunulmazlığı hüququnu pozub-pozmadığı ilə bağlı olub. Ali Məhkəmə qeyd edib ki, hər bir şəxs öz mənzilinin və əmlakının təhlükəsizliyini təmin etmək üçün müşahidə kamerası quraşdıra bilər. Ancaq bu hüquq həyata keçirilməsi digər şəxslərin şəxsi həyatına qanunsuz müdaxilə təşkil etməməlidir. Qərarda vurğulanır ki, şəxsi həyat anlayışı yalnız mənzilin daxilində baş verən hadisələrlə məhdudlaşmır. Şəxsin mənzilə nə vaxt daxil olub çıxması, onu kimlərin ziyarət etməsi, gündəlik həyat ritmi, eləcə də təsvirinin davamlı şəkildə qeydə alınması onun şəxsi həyatına aid məlumatlar hesab olunur. Buna görə də bu məlumatların sistemli şəkildə toplanmasına imkan verən müşahidə şəxsi həyata müdaxilə hesab oluna bilər. Ali Məhkəmənin hüquqi mövqeyinə görə çoxmənzilli yaşayış binasının ümumi istifadədə olan dəhlizini və ya digər mənzillərin giriş hissəsini əhatə edən müşahidə kamerası yalnız həmin dəhlizə çıxan qonşuların razılığı olduqda quraşdırıla bilər. Əgər belə razılıq yoxdursa, təhlükəsizlik məqsədi ilə quraşdırılan kameranın görüntü bucağı yalnız onu quraşdıran şəxsin mənzilinin giriş hissəsini əhatə etməlidir. Kamera dəhlizi liftin qarşısını, digər qonşuların mənzillərinin girişini, onların mənzilə giriş-çıxışını və ya təsvirini davamlı şəkildə qeydə almamalıdır. Kameranın görüntü dairəsi zəruri həddi aşaraq qonşuların mənzillərini və onların hərəkətlərini əhatə edərsə, bu artıq konstitusiya ilə qorunan şəxsi həyata müdaxilə sayılır. Bu mənim bu saata sizə çatdıracağım son xəbər idi. Siz isə TNS TV-də hər gün səhər 10:00 xəbərlərini izləməyi unutmayın. Xəbəri bizdən xəbər alın, bizi izləyin. Sağ olun, salamat qalın.